Salam dostlar. Bəzi insanlar əməliyyatdan sonraki yırtıqlardan ciddi əziyyət çəkirlər və dəfələrlə əməliyyat olunduqları üçün həkimə getməkdə güvənsizlik yaşayırlar və həkimə getmək istəmirlər. Bu baxımdan yaş artdıqca həmin xəstələrdə yırtıq problemi daha da dərinləşir. Getdikcə yırtığın həcmi artır, qarında əlavə fantuq əmələ gəlir və belə olduğu təqdirdə həm artıq çəkinin, artıq fantuqun olması ilə yanaşı xəstədə böyük bir postoperasyon yırtıqlar formalaşır və bu videoda izlədiyiniz kimi görürsünüz ki, xəstə dəfələrlə bizdən öncə əməliyyat olunub, əməliyyatdan sonra böyük yırtıq əmələ gəlib və xəstədə ikinci, üçüncü dəfə əməliyyat olduğu üçün artıq həkimə güvənsizlik yaranır və o xəstə nəhayətdə bizə müraciət elədi, əməliyyat elədik, əməliyyatdan sonraki nəticəni inşallah sizlərlə paylaşacağım, əməliyyat görüntülərində görürsünüz və bu xəstələri xüsusi metodika ilə, xüsusi yüksək keyfiyyətli istehsal olunmuş torlardan istifadə edərək əməliyyat edirik və bu əməliyyatlardan sonra yenidən yırtığın yaranma ehtimalı minimuma endirilmiş olur və xəstələrimiz sağalırlar. Əgər sizdə və yaxud yaxınlarınızda əməliyyatdan sonraki bu tipli yırtıqlar mövcuddursa, bizə müraciət edə bilərsiniz. Diqqətli üçün, sağ olun.